Bugün size elə bir kurabiye resepti təqdim edəcəm ki, qəhvənin yanında çox gözəl gedir. Bunun için bize lazımdır 2 adet yumurta, 100 ml stəkan sütü ilə 1 stəkan şeker pudrası və 100 ml stəkan ölçüsü ilə əsmər şeker. İlk önce yumurta və şekerləri yaxşıca çırpırıq. Üzərinə 100 ml stəkan sütü ilə bitki yağı və 100 qram ərimiş kərə yağı əlavə edirik. Kərə yağını otaq temperaturunda saxlayıb da əlavə edə bilərsiniz. Yine mikserlə qarışdırırıq. 1 paket vanilin, 1 paket kabartma tozu, 1 yemək qaşığı darçın tozu əlavə edirik. Darçın tozu kurabiyenin tündləşdirməsin deyə üzərindən biraz sarı kök əlavə edirik. 1 çimdik duz əlavə edib yenidən qarışdırırıq. Sonda isə 200 ml stəkan ilə 4 stəkan yarım bizdə un getdi. Sizin işlətdiyiniz unun keyfiyyətinə asılı olaraq miqdar dəyişə bilər. Yaxşıca qarışdırırıq. Sonda 1-2 ovuc damla çikolata, damla şokolad əlavə edirik. Xəmirimizi yoğururuq və qoz ölçüsündə kündələrə ayırıb yağlı kağız sərilmiş soba üstünə yerləşdiririk. Əvvəlcədən 200 dərəcə qızmış fansız sobamızda 15-20 dəqiqə ərzində bişiririk. Nəticədə həm darçın qoxulu, həm çox yumuşaq və ləzzətli bir kurabiyə alınır. Ümid edirəm ki, siz də edib bəyənib fikirlərinizi bizimlə bölüşüb kanalımıza abunə olacaqsınız. Hər birinizi kanalımızda görməyimizə çox şadıq. Diqqətiniz bizim üçün önəmlidir. Təşəkkür edirəm, sağ olun.